Bizim dində problemlərimiz çoxdur, əqidələrimiz çoxdur. Bəzilərini biz görmürük, deyək ki, Allah bağışlayacaq. Bəzilərini, məsələn, görmək istəmirik, hələ onun da bir cavabı var da, elə deyil. Məsələn də mən əlimə bıçaq dəqiqə tez baxdım, keçdim üstündən də, baxdım, tez baxdım. Amma mümkündür, biraz qurtdalasaydım, oradan qan çıxardı da. Mən də qiyamətdə deyərəm ki, Allah, mən məcbur qurtdalayıb qan çıxartmayacaqdım ki, oradan. Baxdım, bir dəfə görmədim də. Mümkündür, o görmək istəməyimizi də, istəmədiklərimizi də bu cürə yozaq. Ki, məsələn, görmədim, bir də var, görmək istəmədim. Amma olar ki, gözümüzün qabağında görünür və biz hiss edirik ki, bu dindarlıq deyil və bu düzgün namaz deyil, bu düzgün ibadət deyil. Məsələn, bu düzgün mümin sifəti deyir. Axı, mümin hamısı bir yerdə əlim qaldırır, bir yerdə Allahümmə kulli vəliyik deyəndən sonra başlayır bir-birinin dalıcan danışmağa, bir-birinin qeybətini eləməyə, bir-birinə böhtan atmağa, bir-birinin barəsində pis-pis şeylər fikirləşməyə. Day bu Allahümmə kulli vəliyik hardan oldu? Allahümmə dedik hamımız. Ey bizim Allahımız. Ey bizim Allahımız, yəni Allah, sən mənim də Allahımsan, bunun da Allahsan, onun da Allahsan. İndi dua qutarandan sonra başladım onun dalıcan danışmağa. Deməli, o Allah ya mənimkidir, ya bununkidir. Ya mən onun itaətindən qıraqdıyam, ya onun itaətindən qıraqdıyam. Təbiidir, kim başlayıb, birinci o qıraqdadır. Hətta o birisi qoşulsa da, o sonradan gəlir, girir o cərgiyə. Livəlikdə deyəndə, vəli kimin üstündə vəlidir? Biz ki, əl-ələ verib oxuyuruq, livəliyik, Allah, sənin vəlin ki, yəni bizim üstümüzdə, o da yalancıyıq onda. Niyə? Bir vəlisi olan, bir imamı olan, bir bayrağın altında bir-birinin əleyhinə vuruşmaz ki. Bir-birinə güllə atmaz ki. Gülləni bir-birinə atar nə? Düşmən. Günahların da hamısı güllədir. Məsələn, naməhrəmə baxmaq, Həzrət Peyğəmbər deyir ki, səhmun min sihamil iblis. Bir dənə iblisin zəhərli oxlarından biridir, naməhrəmə baxmaq. Amma naməhrəmə baxanda insanın qarşısı, yəni naməhrəmə baxmaqdan çıxan fəsadla siz qeybət, böhtan, suizən eləməyin suizən eləməkdən çıxan fəsadı daş tərəziyə qoyub, görün hansı ağır gəlir. Mən elə daş tərəziyə qoymamış deyirəm, qeybətin fəsadı ondan çoxdur. Elə orada o ki, baxılan tərəf var, baxılan tərəf əgər özü mərəzi baxmaqda qərar veribsə, ona görə cəzalanacaq. Baxan da nə olacaq? Cəzalanacaq. 2 nəfər qiyamətin günündə cəzalanacaq. Bu, baxılan tərəf, yox elə normal adamdır, bu özü namərdlik eləyir, baxır, burada da cəza düşəcək bir nəfərə. Bu da qoy baxsın axşama qədər. Qoy baxsın da bədbəxt adamdır. Nə edəcək? Özü düşəcək sonra xəstəlikə, elə ondan sonra daşa da baxanda elə o xəstəlik onda baş verəcək. Elə boyuna da baxanda elə olacaq, qarğıya da baxanda elə olacaq. Elə onunla da həyatı məhv olacaq, çıxacaq, gedəcək. Amma biri ki, oturur, birinin qeybətini eləyir, nə qədər qeybət barəsində eşitmişsiniz və nə qədər oxumusunuz, nə qədər ayənin təfsirində, izahında ki, onun vurduğu fəsad nə olur? Bütün şeylərin hamısı oradan başlayır. Siz baxın, mən bir dənə misal deyim, bilin ki, mən bu sözümdə haqlıyam. Ühud müharibəsi ki, 2-ci müharibə idi, özü də çox əhəmiyyətli müharibə idi. Üləmadan biri qayıtdı ki, İslamda nifaqın bünövrəsin, münafiqliyin bünövrəsin Əbdullah Übey qoydu. Həmin o Hənzələ ki, Məsğəsilül Məlaikə var idi, onun qaynatası Əbdullah Übey. Böyük müctehidlərdən, müctehidi ələmlərdən biri dedi ki, İslamda nifaqın bünövrəsini o qoydu. Niyə? O ki, əvvəldən məsləhət olmuşdu, düşməni buraxaq şəhərin içərisində vuruşaq, ya çıxaq çöldə vuruşaq, elə oldu, qərar oldu ki, çıxıb çöldə vuruşsunlar. Amma Əbdullahın fikri bu idi ki, düşmən içəri girsin.
İçəri girəndən sonra nə olsun? Düşmənə köməklik eləsinlər, şərait yaratsınlar, düşmən qalib olsun, Peyğəmbər məğlub olsun. Abdullah da həmin o adam idi ki, Məkkədə 2 dənə böyük qəbilə var idi. Birinin adı Ovs idi, birinin adı Xəzrəc idi. Bu qəbilələr 200 illikdə bir-birindən nə edirlər? Müharibə edirlər. Hər neçə ildən bir də qəbilə başçısı seçilirdi. Bu, Abdullah Übeyin bu 2 qəbilədən hansınınsa dəqiq yadımda deyir, birinə başçı seçilən ili, deputatlıq ili çatanda bunu elədilər, Həzrət Peyğəmbər gəldi Mədiniyə. Və o 200 illik, 100 illik müharibəyə son qoydu. Ovsla Xəzrəci, mühacirlə Ənsarın arasında qardaşlıq siğəsi oxudu, hamısını bir-birinə dost elədi, qəbiləlik də tamam oldu, çıxdı, getdi, bu vəzifəyə çata bilmədi. Bunun kini qalmışdı ürəyində. Ona görə istəyirdi burada müsəlmanlar məğlub olsun, təzədən qayıtsın, külbaş olsun, nə? Qəbilə başçısı. Nə var imiş onda bilmirəm. Dünyada çox yiyən, çox əzab çəkirdi, elə deyir, elə vəzifədə onun kimi. Nəsə işimiz yoxdur. Bu sözü ki, bunun yerimədi, yarı yoldan qayıtdı ki, biz nədir? Getmirik, çünki bizim məsləhətimiz nə olmadı? Qəbul olmadı. Tarixdə də yazırlar. Bunlar yarı yoldan qaydanda 300 nəfər qoşuldu, Əbdullaha qayıtdı Mədiniyə. Cihaddan imtina elədilər. İslam gətirmişlər, özdə İslamın 2-ci müharibəsi idi. Təzə müsəlman olmuşdular. İndi baxın nədədir? Bu münafiq bu işin münövrəsini qoydu. Bu münafiqin bu yerə gəlib çatmağının kötücündə qeybətin də 100%'lık rolu var idi. Niyə? Bu birinci dəfə bu mühacir Ənsar arasında bu qardaşlıq siğəsi oxunandan sonra birinci adam ki getdi ona dedi, görürsən mənim də bu vəzifə əlimdən çıxdı, Peyğəmbərin gəlişiylə bu qeybətdir, qeybət deyir, qeybətdir. Və Mədinədə adamlar tapıldı, bunun müştərisi oldu, bunun danışığına qulaq asdı, danışığına qulaq asa, gəldi o yerə ki, həssas bir məqamda 300 nəfər nə elədilər? Cihaddan qayıtdılar, Ühud müharibəsinin də axırın bilirsiniz nə ilə nəticələndi. Baxın, bu qeybət. Bu qeybət. Bu dərəcədə fəsadlıdır. Naməhrəmə baxmaqdan da fəsadlıdır. Buna görə deyirdim onu, buna görə müqayisə eləyirdim. Baxın, bunların hamısını bilirdiniz, istəyirdim. Burada görəsiniz ki, qeybətin nə dərəcədə fəsadı böyükdür. Baxın, qeybətin bu dərəcədə fəsadı böyük olan halda insan ki durur, o dediyim Allahümme konli veliyikəni oxuyandan sonra durur gedir, öz-özünə donqullana getmir ki, sayaqlaya getmir ki, deyərlər dəlidir. Bir nəfər özünə naparnik tapır, oturur, rəyin boşaldır ona, elə deyir, o tərəfdə qulaq asır ona. Onda biz hardan oldu Allahümme, hardan oldu vəliyi, bizim vəlimiz, yəni bizim rəhbərimiz, Allahın vəlisidir, bizə nisbətdə bizim üstümüzdə Allahın rəhbəridir. Biz hardan bir bayrağı altında neynədik, vuruşduq. İndi bu qeybət ki, səhərdən bunun fəsadından danışırdığa, bunun görün nə qədər zəhərli oxları var. Bir bayrağın altında adam bir-birinə zəhərli ox atır.